Salam əziz şagirdlər. Bugün biz söz yaradıcılığı bölməsindən danışırıq. Söz yaradıcılığı bölməsində nələr öyrənilir? Sözlər hansı yolla yaranır və eyni köklü sözlər, sözün qurulucu növləri. Bax, bunlar söz yaradıcılığı bölməsində öyrənilir. Sözlər hansı yolla yaranır? İki yolla yaranır. Morfoloji yolla, bir də sintaktik yolla yaranır. Morfoloji yolla yaranmaq nə deməkdir? Yəni, sözün kökünə leksik şəkilsi artırmaqla biz fərqli mənalı sözlər yaradırıq. Məsələn, deyirəm ki, gül sözünün kökünə, gül sözünə lü şəkilsi artırıram. Məsələn, güllü və yaxud başqa gülçü, gülçü. Mənalar dəyişdi. Gülçülük, gülçülük. Deməli, sözün kökünə leksik şəkilçilər artırmaqla sözün mənasını dəyişirik, yeni bir söz yaradırıq. Bu olur morfoloji yolla yaranan sözlər. Yəni, bu sözlər morfoloji yolla yaranır. Leksik şəkilçilərin köməyi ilə yaranır. Sintaktik yolla yaranan, demək, söz yaradıcılığında sintaktik yolla yaranan yeni sözlər necə yaranır? İki və daha artıq sözlər birləşir, yeni bir mənanı, yeni bir sözü yaradır. Bu da sintaktik yolla yaranan sözlər sırasına aid edilir. Dedik ki, sözlər iki yolla yaranır, morfoloji yolla və sintaktik yolla. Morfoloji yolla yaranan sözlər sözün kökünə və ya sözün başlanğıc formasına şəkilçilər artırmaqla və bu hökmən leksik şəkilçi olmalıdır. Artırmaqla yeni mənalı sözlər yaradırıq. Ola bilsin ki, burada demək, məsələn, söz saitlə bitir və ona saitlə başlanan şəkilçi artırdıqda biz bitişdirici samitlərdən istifadə edirik. Əlbəttə ki, bu qeyd kimi bildirirəm, yəni əlavə olaraq deyirəm bunu. Məsələn, deyirəm ki, bitişdirici samitlər hansılardır? Onları yazın. 3 bitişdirici samitimiz var. Necə yadımıza saxlayırıq? Yunis sözü ilə yadımıza saxlayırıq və yaxud Yunus sözü ilə. Y, N, bir də S. Bu şəkilçilər nə zaman istifadə olunur? Əgər söz saitlə bitirsə və ona saitlə başlanan şəkilçi artırırıqsa, artıq biz bitişdirici samitlərdən, bax, bu 3 samitin birindən istifadə edəcəyik. Məsələn, deyirəm ki, Əliyə, Əli, sait artırıram sonuna. Əli sözünün sonu saitlə bitir, saitlə başlanan şəkilçi artırıram. Avtomatik burada mən bitişdirici y samitindən istifadə edəcəm. Əliyə və yaxud anası. Ana sözün köküdür, saitlə bitdi. I şəkilsi artırıram. Ona görə bitişdirici s samiti əlavə edirəm. Və yaxud başqa sözləri də misal göstərmək olar. Və yaxud ondan, bundan. Bu sözün köküdür. Dan şəkilsi artırıram. Deyirsiniz ki, axı biz saitlə başlanan şəkilsi artırmalıydıq. Əlbəttə ki, bu saitlə başlanan da olar. Samitlə başlanan şəkilçi də ola bilər. Məsələn, bundan, n bitişdirici samitindən istifadə edərək mən demək, bu şəkilçini əlavə etdim. Bu qeyd kimi deməli izahı idi. Yəni, qeyd kimi verirəm bunu. Söz yaradıcılığına bunun aidiyyatı yoxdur. Və sözün başlanğıc formasına dedik ki, biz şəkilçilər artırmaqla sözdə yeni məna, deməli, yeni mənalar yaradırıq. Bax, bu sözlər morfoloji yolla yaranmış sözlər sırasındadır. Balıqçı sözünü yazıram. Balıqçı. Balıqçı sözünə əlavə şəkilçilər artırıram. Balıqçılıq. Demək,
Bu yeni söz oldu balıq, deməli balıqçı, balıqçılıq və mənalar dəyişdi. Hansı yolla? Morfoloji yolla. Yəni şəkilçilərin köməyi ilə, leksik şəkilçilərin köməyi ilə biz yeni sözlər yaratdıq. Sintaktik yolla necə yaranır və bu arada balıqçılıq sözünün başlanğıc forması elə balıqçılıq sözünün özüdür. Yəni sözdə bütün leksik şəkilçilərin hər birin son leksik şəkilçi də daxil olmaqla qrammatik şəkilçiyə qədər olan deməli hissə olur sözün başlanğıc forması. Məsələn, oxutdurmaq sözünə baxıram. Oxutdurmaq. Oxutdurmaq. Sözün kökü oxu feilidir. Yəni oxumaq feilidir sözün kökü. Burada t, oxut, ud, deməli leksik şəkilçidir. 2 sayt yanaşı gəldiyinə görə u-nu atmışıq və d da t-ya keçib. Oxutmaq yeni bir məna ifadə etdi. Oxutdurmaq yeni bir məna ifadə etdi. Maq da deməli məsdər şəkilçisidir ki, bu da qrammatik şəkilçidir. Sözün mənasını dəyişmir. Qrammatik şəkilçilər sözün formasını dəyişir. Burada biz sözün kökünü necə götürürük? Qrammatik şəkilçiyə qədər olan hissə sözün kökü, deməli sözün başlanğıc forması hesab olunur. Sözün kökü oxu feilidir. Bəzən olur biz nitqimizdə səhvlər eləyirik uşaqlar, üzrü sayın. Deməli burada sözün kökü oxu feilidir. Sözün başlanğıc forması isə oxutmaq, oxutdurmaq sözündə maka qədər, qrammatik şəkilçiyə qədər olan hissə sözün başlanğıc forması hesab olunur. Və sözlər demək, əgər sadə söz quruluqca 3 yerə bölünür, sadə, düzəltmə, mürəkkəb sözlər. Deməli, sadə, düzəltmə və mürəkkəb sözlər. Mürəkkəb sözlər. Sadə söz bir kökdən ibarətdir. Yəni, məsələn, kitab, dəftər, qələm, kitablar, dəftərlər və yaxud evimiz, həyətimiz, bax bunlar sadə sözlərdir. Nə üçün? Sözün deməli bir kökdən ibarətdir və yaxud bir kök plus qrammatik şəkilçi ola bilər. 1, 2, neçə olur olsun qrammatik şəkilçilər varsa bu sözlər sadə sözlər hesab olunur. Məsələn, dərslərimiz yazıram. Dərslərimiz. Deməli, sözün kökü dərsdir. Lər qrammatik şəkilçidir, cəm şəkilçidir. İmiz mənsubiyyət şəkilçidir ki, bu da qrammatik şəkilçi hesab olunur. Bu söz sadə sözdür. Dərslərimiz sözü sadə sözdür. Kitab sözü sadə sözdür. Nə üçün? Söz ya bir kökdən ibarət olmalıdır, ya da bir kök və qrammatik şəkilçilərdən ibarət olmalıdır ki, o söz sadə söz hesab edilsin. Düzəltmə sözlər nədir? Düzəltmə sözlərdə hökmən leksik şəkilçi iştirak etməlidir. Sözün kökü və leksik şəkilçi. Məsələn, deyirəm ki, güldan. Güldan. Sözün kökü nədir? Güldür. Dan leksik şəkilçidir. Yəni, deməli, güldan bir qabdır, biz ona gül qoyuruq. Güldan, sözün kökü gül ismidir. Dan şəkilçisi artırdım, güldan ismi yarandı. Və yaxud bağban sözünə baxaq. Bağban. Sözün kökü bağdır. Ban leksik şəkilçidir. Bağa baxan şəxs. Bağban. Və yaxud gülçülük. Gülçülük. Sözün kökü yenə gül ismidir. Çül leksik şəkilçisi artırdım. Gülçü. Gülçülük. Bunların hər biri yeni məna ifadə etdiyinə görə, yeni söz düzəltdiyinə görə, demək bu düzəltmə sözlər
düzəltmə sözləri əmələ gətirir. Düzəltmə sözlər necə olmalıdır? Bir kökdən və qrammatik şəkilçi. 1 də ola bilər, 2 də ola bilər. Leksik şəkilçilər və qrammatik şəkilçi də ola bilər. Deməli, biz düzəltmə sözlərdə deyə bilərsiniz ki, müəllimə, axı düzəltmə sözlərdə qrammatik şəkilçi olmaz. Bəli, düzəltmə sözlər leksik şəkilçilərin köməyi ilə yaranır. Amma o sözə qrammatik şəkilçilər də əlavə oluna bilər. Bu o demək deyil ki, qrammatik şəkilçi varsa, o düzəltmə söz deyil. Məsələn, güldanlar. Güldanlar sözü düzəltmə sözdür. Orada həm leksik şəkilçi var, həm də qrammatik şəkilçi var. Biz nəyə baxırıq? Sözün kökünə və o sözdə hökmən ən azı bir leksik şəkilçi iştirak edirsə, bu söz düzəltmə söz hesab olunur. Mürəkkəb söz nədir? Mürəkkəb söz 2 və daha artıq söz birləşir, mürəkkəb sözü yaradır. Mürəkkəb sözlər, məsələn, deyirəm ki, əl-üz yuyan. Əl-üz yuyan. 3 dənə söz birləşdi, bir mürəkkəb sözü əmələ gətirdi. Və yaxud başqa bir söz deyək, dəvə dabanı. Dəvə dabanı. 2 söz birləşdi, bir mürəkkəb sözü əmələ gətirdi. Və burada da vurğu son hecəyə düşür. Dəvə dabanı bir vurğu altında deyilir. Mürəkkəb sözlər 2 cür yazılır. Ya bitişik yazılacaq, ya da defislə yazılacaq. Bitişik yazılan mürəkkəb sözlər, deməli, 2 müxtəlif söz birləşir. Deməli, mürəkkəb sözü yaradır. Bu mürəkkəb sözlər bitişik yazılır. Defislə yazılan mürəkkəb sözlər necə yazılır? Necə yaranır? Defislə yazılan mürəkkəb sözlər eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər var. Məsələn, deyirəm ki, tez-tez, tez-tez. Bir dəqiqə. Burada yazmaq olmadı. Demək, buradan yazıram. Məsələn, yazıram ki, tez-tez. Eyni sözün təkrarı ilə bir mürəkkəb söz yarandı. Zərfdir bu, tez-tez. Mürəkkəb zərfdir. Və yaxud yaxın mənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb sözlər. Məsələn, deyirəm, dost tanış. Dost tanış. Necə sözdür? Mürəkkəb sözdür. Necə yaranıb, yazılıb, defislə yazılıb. Yaxın mənalı sözlərin birləşməsi ilə defislə yazılan mürəkkəb sözdür. Və yaxud ata, ana, nənə, baba, bacı, qardaş və s. Bunlar yaxın mənalı sözlərin köməyi ilə yaranan, defislə yazılan mürəkkəb sözlərdir. Antonim sözlərin köməyi ilə yaranan mürəkkəb sözlər var. Yəni, əks mənalı sözlərin köməyi ilə yaranan mürəkkəb sözlər də defislə yazılır. Məsələn, səhər, axşam, gecə, gündüz, dost, düşmən, yaxşı, pis, dağ, dərə. Baxın, bunlar da deməli, əks mənalı sözlərin köməyi ilə yazılan mürəkkəb sözlərdir. Biz nədən danışırıq? Söz yaradıcılığından. Dedik ki, söz yaradıcılığında sözlərin yaranma üsulları, yaranma yolları öyrənilir və söz yaradıcılığında sözlərin quruluqca növləri öyrənilir. Burada eyni köklü sözlər nədir? Bu haqda da məlumat verilir. İndi öyrənək görək ki, eyni köklü sözlər necə sözlərə eyni köklü sözlər deyilir. Eyni köklü sözlər, deməli, eyni köklü sözlər yazıram. Eyni köklü sözlər. Söz kökünə bir neçə leksik şəkilçi qoşula bilər. Bu zaman hər dəfə müxtəlif mənalı sözlər yaranır. Belə sözlərə eyni köklü sözlər deyilir. Məsələn, götürək gül sözünü. Gül sözünü götürək. Gül sözünə müxtəlif leksik şəkilçilər artırıram.
Güllü, Güldan, Gülçülük, daha sonra bu sözlərə deməli leksik şəkilçilər artırdım və sözün deməli mənaları dəyişdi. Baxaq. Gül sözün köküdür. Güllü. Deməli sözün kökü isimdir. Nə? Gül. Güllü. Necə? Güllü. İsimdən sifət düzəlir. İndi keçirəm növbəti sözə. Güldan sözünə baxıram. Sözün kökü gül ismidir. Dan leksik şəkilçisi artırdım. Yenə isim yarandı. Güldan ismi. Yəni bu da demək sözə leksik şəkilçisi artırmaqla mənası dəyişib. Yəni eyni köklü söz yaranıb. Və yaxud gülçülük sözünə baxıram. Gül sözün köküdür. Gülçü, gülçülük. Yenə də sözün kökü güldür. Biz eyni köklü sözləri necə tapırıq? Eyni köklü sözləri tapmaq üçün 3 əsas qaydaya fikir veririk. 1. Sözün kökü eyni olmalıdır. Sözün kökü söz ilk öncə düzəltmə olmalıdır. Nə olmalıdır? Düzəltmə olmalıdır. Düzəltmə söz olmalıdır. Əgər söz sadədirsə, o sözü biz eyni köklü söz kimi götürə bilmərik. Mürəkkəbdirsə yenə də götürə bilmərik. Söz necə olmalıdır? Düzəltmə sözü olmalıdır. İkinci nəyə baxırıq? İkinci ona baxırıq ki, bu sözün kökü eyni nitq hissəsidirmi? Yəni eyni nitq hissəsi olmalıdır kökləri. Eyni nitq hissəsi olmalıdır. Nə? Sözün kökü. Deməli, sözün kökü eyni nitq hissəsi olmalıdır. Üçüncü nəyə baxırıq? Üçüncü baxırıq ki, sözün kökündəki mənalar eyni olmalıdır. Deməli, məna, kökdə olan söz eyni mənanı ifadə etməlidir. Eyni mənanı bildirməlidir. Deməli, eyni köklü sözləri biz seçmək üçün nəyə fikir veririk? 3 dənə əsas qanuna baxırıq. Söz düzəltmə olmalıdır. Sadə mürəkkəbdirsə götürmürük, atırıq. O eyni köklü söz ola bilməz. Söz düzəltmə olmalıdır. Sözün kökü eyni nitq hissəsi olmalıdır və eyni mənanı bildirməlidir. Köklər eyni mənanı bildirməlidir. Məsələn, götürək burada ov sözünə baxaq. Ov. Ovçu, ovçu, ovlaq, ovlamaq, ovlamaq, ovdakı. Bu sözlərə baxaq. Deməli, bu sözlərdə ov sözü sadədir. Biz bunu götürmürük. Baxırıq, birinci nə olmalıdır? Düzəltmə olmalıdır. Ovçu olmalıdır, səhv yazmışam. Ovçu, ovlamaq, ovdakı. Deməli, sözün kökü ovdur. Çu leksik şəkilçidir. Ovdan ovçu. Ovdan ovçu yarandı. Növbəti, ov sözün köküdür. Ovla, ovlamaq feildir. Maq da qrammatik şəkilçidir. Ov sözün kökü, dakı, deməli, leksik şəkilçidir. Deməli, ovçudur, ovlamaqdır, ovdakıdır. Hər biri düzəltmə sözdür. Birinci qayda ödəndi. İndi sözün kökünə baxaq. Görək eyni nitq hissəsidirmi? Ov, nə ov? Yenə isimdir, isimdir, bu da isimdir. Mənalara baxaq. Kökdəki mənalar eynidirmi? Ovdan söhbət gedir, ov. Mənalar da eynidir. Ona görə bu sözlərin üçü də
eyni köklü sözdür. Ola bilsin ki, məsələn, yara sözü ilə, məsələn, yara sözü ilə yardakı sözünə baxaq. Yara, bir də yardakı. Bu sözə baxaq, görək bunlar eyni köklüdür. Sözün kökü yardı, bəli. Nə? Yar. A şəkilsi artırıram. Burada da dakıdır, burada da adır. Deməli, sözün kökü nədir? Yar. Yəni, yarmaq feilidir. Yarırsan ki, yara olur da. Yəni, əlimizin hər hansı bir hissəsi yarılır ki, ora yara olur. Deməli, sözün kökü nədir? Feildir. Yara. Feildən isim yarandı. İkinci sözə baxırıq. Yardakı. Sözün kökü yardı. Amma kim? İsimdir artıq bu. Yar. Sevgili mənasında bildirir. Dakı da artıq bu nə oldu? Leksik şəkilçidir. Bu da mənaları, kökləri, müxtəlif nitq hissəsi olduğuna görə və mənaları fərqli olduğuna görə biz bunları eyni köklü söz kimi götürə bilmərik. Demək, nə öyrəndik əziz şagirdlər? Bugün öyrəndik ki, eyni köklü sözlər deməli, hökmən düzəltmə sözü olmalıdır, kökləri eyni nitq hissəsi olmalıdır və kökdəki mənalar eyni mənanı ifadə etməlidir. Bugünkü dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşənədək.